Bayram ne güzelsen ay Bayram, ne yaraşıqlısan. Bayram. Uşaqları üçün deməli gedib işləyib orada. Gedib işləyib orada 2 gündür verilişdən sonra. O pulunu alıb, ona gedib uşaqları üçün paltar alıb. Ki bayramda balalarım sevinsin deyə, halal olsun sənə. Eşitdim, mənə dedilər, özdə öz pulu ilə qoymayıb, hacı versin. Deyib, mən qazandığım 2 günü. Akşam gedirlər, sən bilirsən orada neçə saat görürəm TikTok'da canlı yayında da hacının yanında. Ben gördüğümü deyirəm də, siz verilişdən sonranı görürsünüz. Amma veriliş saat 4, deməli o 4-də burada olmalıdır. Səhər saat 9-dan düz 4-ün yarısına qədər o adam işləyir. Haqsız, siz bilmədik. Siz buradan bura mənə deyirsiniz ki, bayram işləməyib. Siz hardan bilirsiniz? Haqsızlıq olur. Yox, mən sizə sual verirəm. Mən bayramı burada görürəm. Hə, burada, nə vaxt burada? Yox, sən saat neçədə? Evə də gedirəm, bir dəqiqə, əzizim, bir dəqiqə. Siz görürəm. saat neçədə işə gəlir? Bura gəlirsiniz. Bura, saat neçədə? Mən 4-dən sonra. Hə, siz 4-dən sonra onu görüb necə onun haqqına girə bilirsiniz? Axı siz hal-hazırda onun haqqına girirsiniz. Mənim də haqqıma girilir ona görə ki... O saat 9-dan 1 dəqiqə. Xeyr, sizin haqqınıza kim girir ona cavab verin. Sizin haqqınıza kim girir ona cavab verin. Saat 9-dan 4-ün yarısına qədər o adam işlədir. Nəyi düzün deyir? Siz yenə... Əzizim, bir dəqiqə. Ona görə deyirəm ki, mənim haqqıma. Dediyim söz haqqı kəsilir. Necə susturmuyum mən? Siz deyirsiniz ki, o işləmir. Mən də deyirəm, mən 9-un yarısından 4-ün. Bayramın keçmiş arvadı da həmişə onu deyib. Bacısı da zəng vurub onu deyib. Bütün tanıyanlar da onu deyir ki, bayram işləməyib, bayram uşaq saxlamayıb. Mən bunu müzakirə eləmirəm, dediyim sözü deyirəm. 9-un yarısından 4-ün yarısına qədər işləyir və bunu biz bilirik. Mən TikTok'da, sən də TikTok'da oynayırsan. Görürəm. Mikrofonu da yerə. Görürəm mən. Gördün, mən sənə təşəkkür edirəm. Mən sizə millət, sizə sual verirəm. Siz burada jurnalistsiniz. Siz jurnalistlər söz azadlığını tərəfində olmalıdır. Nə dedi? Nə dedi? Hətta sizin belə. Elə bilərsən, o nə deməkdir? Dilə gətirməsə, kim də o dilə gətirir? O nə deməkdir? Mənim öz səhifəmdə paylaşdığım rəqsim də ola bilər, şəxsi səhifədir. Rəqsim də ola bilər, hər şey də ola bilər. Bunun ona aidiyyatı yoxdur. Mən də rəqs edirəm. Mən Günaydın Azərbaycanda milyonların qarşısında rəqs eləmişəm. Bu nə deməkdir? Bəlkə də hara... Ən birinci siz dediniz ki, gecə gündü deyə hacının yanında TikTok'da olur. Mən nəvəmək qədər belə sahib sizin tayınız deyil. Sənin uşaqların üçü də xəstə. Xəstə. Qızın dedim psixikasında problem yaranıb. Oğlun xəstə, nevroloji xəstə, kiçik uşağın 4 yaş hələ danışmır, sənin harova yaraşır. Mənim uşaqlarıma, sən TikToklarda otursun, sən harova yaraşır. Siz hansı insana, siz Gülxanımı çıxartınızı ortalıqda oynatırsınız, məni burada təhqir edirsin. Bəli, siz Gülxanımı mən Gülxanımı oynadır ha. Gülxanımı mən oynadır ha. Gələndə sən mənə burada hər tərəfini tuturam ona görə ki, sən onu döymüşdün. Ay Zülfiyə xanım, birdən qulaq açsan da gözün göy eləmişdir, ona görə tərəfini tuturam. Gülxanım olmasın, Gülxanım olsun. Mən pis atayam. Qadınları döymək olmaz. Gülxanım deyirdi ki, nə deyirdi? 11 ildə bayram mənə baxmayın. Vaxt
ədalət prinsipləri mənim üçün, ədalət prinsipi mənim üçün atam hidayətdə olsa, mən bilsəm ki, o kişi məndən küsəcək, düzü danışmalıyam mən. Bu adamı mən özəki belə açıqcası istəyirəm. O kəndə mən getdim Nailə xanım. Kənd bir vəziyyətdə idi ki, yəni o yolları çıxmaq, ürəyim ağrıyır buna. Mən istəyirəm ki, bax, bəli, istəyirəm işləsin, ailəsinə baxsın, uşağına baxsın. Mən məsələn, hamı bilir ki, onların barışığı üçün necə böyük mücadilə eləmişəm. Amma indi qadın istəmir də, zorla qadın onunla barışdırası deyilik ki, deyir istəmirəm də, yəni istəmirəm. Və indi bu adam atası evləndirmək istəyir, bacılar evləndirmək istəyir. Deyir, mən evlənmirəm. Mənim 3 uşağım var. Mən ögey ana gələcək, neyniyəcək, mən bilmirəm. Mənə lazımdır. Mən buna da cavab verim, kəsmir. O uşaqlara görə evlənmək istəmir. Uşaqlara baxır bəyən bayram. Mən yanıram, tökülüm. Siz yaxşı insan neydirsiniz, deyirsiniz? Mən yaxşı Bayram Yaxşı, gecələr mən ailəsinə qazat olmuşam, gəl. Bayram deyim sizə, sahib bayram olun. necə baxır? Yaxşı, Bayram nişanlarına işləyir, aparma. pul qazanır, pulu Öyle ilə deyil. baxır. Pulu ilə baxır. Bayram məktəbdə səhərə qədər, dolanır. səhərə qədər bayram, səhərə qədər Bayram. keşik çəkir. Bayram atasının analığını təqaüdünə uşaqlarını saxlayır. Aa, nə danışırsınız? O Bəli. işə məni burada da yalan çıxartdınız. Mən Yox, o işə sizi. düzəltmişəm. Yox, indi 2 gündür də düzəltmisiniz. Ay xanım, maşın günü yox, geçseydi. orada, rayonda. Mən rayonda bu İşləyirəm. işə Rayonda nə düzəltmişəm. işləyirəm? Gözətçi Keşikçi, mühafizə. Siz nə danışırsınız? İşləyirlər. Bəli. Bayram iş. Bəli. O pulu da evə gətirir. Bəli. Evə gətirmir. Atamı verin. bacı Kart gətirir. atasında da Atamın xanım kardeş, siz nə mən danışırsınız? cibimdə kart Mən əsəb gəlmir. keçirirəm. Mən də biz də əsəb İnanın keçirə mənə. bilirik. İnanın mənə, bayramı işə düzəltmişik. Sağ olsun o iş adamı. İşə düzələn gələr burada İcazə oturar. alıb, bəli. Bir həftəlik icazə alıb bayram. Bəli. Bəstirində. Ona görə Əzizim, inanmıram, bacı. bayram işləyir, nə Düzəltmisən, danışırsınız? Bayram pislik, bayram nədir, nədir? Bəli, Bayram mən o özünə vaxtı görədir. bayramı hələ ilk 1 ildən çoxdur da işləyirsən. 1 ildən 2 ilə yaxındır. Bayramı bir iş adamı, mənim dostum Şəfayət bəy, buradan sizə sonsuz sevgimi mən Bu göndərirəm. efirlərdə, lap Deməli, konsertdə mən gedəcək bayram. Şəfayət müəllimdən xahiş elədim. O orada işləyir, gözətçi işləyir. Qızı da düzəltmişdim Şaxdağa sanatoriyaya. O da orada işləyirdi. O vaxtdan bu oğlan elə öz iş yerində qalıb, bir həftəlikdə icazə alıb gəlibdi bura və əzizim, xahiş edirəm, baxın, mənim necə ədalətli olduğumu hamı bilir. Və mən həyatı boyu yalan danışmıram. Bunu hamı da bilsin. Mənim ən nifrət etdiyim yalan danışan və özü də yalan danışmaqdır. Bəlkə yəqin xəbəriniz yox, bayram TikToklardadır. Axşam bəli olur, bəli. Axşam onu da bu günləri, Gecə yarıda bəli, qədər. mən gecə bax, İşləməyini də deyirəm, siz Ay, düzəldə aman bilərsiniz. mənim, bu nə Patlayan ayıbçılıq orada həmişə o efir, bu efir oralardadır. Məşqdə işləyir, yalancı indi deyil. deyirəm sizə, işləyir rəsmi şəkildə. 20 Ay, olsun da, eləsin, Ağlamalıyam. işdən sonra. Sonra deyirəm də işləmir. Ay bacım, ay anam, bu axşam gedir orada rəqs eləyir bizə nə? Neysə. Dur burada sox, oynasın bir raya. Bayramı oynamaq olmaz, Ay, gülmək yazıq olmaz, deyil bu. ölüm olar bayram. Nəysə, aydındır. Ayşat, gəl bura görüm. Ayşat gəlsin.